Salam aleykum xanımlar, kanalıma xoş gəlmisiniz. İlk öncə həmişəki kimi adresdən başlayayım. Sumqayıt şəhəri 17-ci mikrorayon, Qərb Sarayı və 5 fəslin ortasında olan Nur Hicab dükkanı. Buradan pilləkəndən belə qalxırsınız, girirsiniz mağazaya, gəlirsiniz, buyurub baxırsınız, seçirsiniz, alırsınız, sağollaşaraq gedirsiniz. Kamera güya ki səsim indi bilməm necə gəlir. Mikrofonu örgəşmişdim. İndi bu səslə mənə bir təhər gəlir. Mikrofondakı zaratkası bitib. Həmişə adaptörü gətirirdim. Bugün gətirmədim. Dedim boş-boşuna niyə aparam? Telefonun zaratkasını tam doldurmuşam deyə. Amma mikrofon akazısa boş imiş. Bayaqına qədər çəkmişəm. Çəkləmişəm. Sonra bir də görürəm, qulaq asıram. Səs ümumiyyətlə yoxdur. Nəysə, indi davam edeyim. Sizə nə demək istəyirdim? Əslində mən çoxdan da video çəkmirəm, paylaşmaq istəyirdim. Yeni mallarımız sadəcə olaraq geyimlərimiz gecikdiyinə görə, ona görə bu dəfə gecikdiyinə görə bu dəfə çəkə bilmədim. Gələndən sonra paylaşaram inşallah. Bugün nə çəkmək istəyirdim? Mənim kanalımı əvvəldən izləyənlər bilir ki, mənim kanalım nə üzrə kanaldısa, yəni ki, assortiv vlog, yəni vlog çəkdiyim kanaldır da, yəni orada hər bir şey paylaşırdım. Yəni adına bir var adi sırf ev gündəliyi, ev işləri, ev gündəliyi bacım, adı buradan salamlar, dilimə gəldi. Yəni ev işləri deyil də, yəni sırf. Məndə həm əl işləridir, ev işləridir, yeməkdir, nə bilim nədir, hər bir şey paylaşıram. Yəni assorti, hər bir şey var da o kanalda. Adı ona görə elə qoymuşdum ki, yəni hər bir şey o kanaldan gözləyə bilərsiniz. O baxımdan bu zadına həm paltaları da göstərib sizə danışa. Yəni ki, hər bir şey o kanalda çəkmək fikrim var idi deyə ona görə elə bir ad qoymuşdum. İndi də geyimlər, geyim dükanında olduğuma görə geyimləri reklam eləyirdim deyə çoxdan da geyimləri ancaq paylaşırdım. Düzdür, bəzi çox insanda ki, sırf mağazada paltarlara uyğun paltarlara baxmaq üçün yəni ki, baxırdılar da videolarıma. Amma ki, əvvəldən yəni ki, yer yığış, nə belə videolar çəkirdim. Sözün qısası, yəni bugün də mən istəyirdim, onsuz da ubarka eləyəcəm, buranı yığışdıracağım. Dedim, bəlkə zadına elə buranın yer yığışını da çəkim, paylaşım. Bilmirəm indi necə maraqlı olar, olmaz, necə qarşılaşar, biriləri deyərlər ki, mağaza hara, yer yığış hara. Yəni kanalımı əvvəlki videolara baxsaq, bilərsiniz ki, yəni ki, əvvəl mənim kanalım nədən ibarət idisə də, nələr var idisə videoda. Yəni o baxımdan dedim ki, izahat verim, şeyliyim, ondan sonra keçim çəkilişə. Yəni belə suallar olmasın deyə, nə dəxilisi var deyə. O baxımdan. Yəni indi mən bunu çəkib paylaşıb keçirəm yer yığış eləməyə, bəlkə kiməsə motivasiya olar yer yığış eləməyə o baxımdan. Nəysə, keçdim Borkaya. Uşaqlar əl izləri qoyurlar. Əlləri çatan hissələri burada qəşəng əl izləri həmişə olur. Onları silim. Bir pəncərəni silməsəm də. Buralarda əl izləri var. Bir də uşaqların sevimli yeri buradır. Qapının ağzı həmişə əl izləri olur.
Saat artıq 8-dir. Gedim bağlayayım ki, bağladı yazım ki narahat eləyən olmasın. Paketləri mən həmişə belə bağlayıram. İki barmağımı belə keçirdirəm. Fırladıram. Sonra bu ucunda belə salıram. İşte az yer tutsun diye.
bura quruyana kimi sizlə biraz danışım. Yəni buranı silib süpürdük. Süpürdük deyəndə ki, pilisosladım, tozları sildim. Əslində həmişə belə silə-silə gəlirəm, sonra çıxıb gedirəm. Sadəcə olaraq daha bugün videonu yekunlaşdırmaq üçün bunları yerbəyer eləyim. Evdə yer yığışdır, burada yer yığışdır. Day. Bu işdə də həm kassir, həm satıcı, həm xadimə, həm reklam işlərini görən, paylaşan, model kimi işte söyləyən. Yəni hər şeydən varam da burada. Bu mağazada. Elhamdülillah. Evə də gecikdim. Neyse buranı indi hamısını yerbəyer eləyim. Ondan sonra da sağollaşım. Işıklarını da yandırım. Su. Kasanı söndürdüm. Her şeyi söndürdüm. Yığış elədim. İndi hazırlaşıp evə gedə bilərəm. Işıkları söndürdüm, interneti söndürdüm. Ekranı yandırdım, qapını bağlı elədim. Qapıları da bağlayıp çıxıb getdim mən. Sağolaşım sizlə. Sağ olun, salamat qalın. İnşallah ki sizə bu video maraqlı gələr. Dəxlisiz gəlməz yəni ki, mağazaya görə. Yəni belə kommentlərdə yazarsınız. Yəni arada belə bir videolar olsun, yoxsa olmasın deyə. Sağ olun, salamat qalın.